Səhər-səhərdir. 7-nin yarısı. 16 iyun 2025-ci il. Arılar işləməyə çıxıblar. Qızılgülü açıb, solub. Alçılar, üzümlər. Güllərin çoxu solub. Yəni bu dəqiqə gül açan ancaq bunlardır. Çalaq quzum. Ancaq bu gülləri görmək olar. Çünki mənim meşə bağım axır ki meşəyə dönür. Malina, smarodina. Smarodina yığmaq lazımdır. Qara smarodina, qarağat. Çalaq alma. Burada da alma var. Skabioza. Lalələr ucu toxum verir. Şu lalələri çıxartmaq lazımdır, solublar. Bu da alça. Başım, bu mənim meşəm. Çox şey toxum verir. Qaylarca. Ərik ucu yeri tökülüb. Yığıb yeyirik. Bunlar rudbekiyədir, rudbekiyə. Arılar bunu da xoşlayırlar. Düzdür, indi hələ üstlərində yoxdur. Çünki arıların başı qarışıb. Başqa şeye. Bu lavanda. Pijma. Alma. Heç bunları yığmamışım. Pijmaları. Bu dəqiqə ən çox gavalı vaxtıdır. Burada tökülür, yemək lazımdır. Gavalıdır. Smarodinadır. Feyxoya hələ indi çiçək açır. Arı. Arı bu dəqiqə melissa. Melissanın üzərinə gəlir. Qırmızı smarodina. Çarski skipper. Şöyle 3 metreden çox boyu var, hündür. Çarski skipper. Bir de nar çiçeği. Nar çiçeği. Narın üstü doldu. Ha, ses gelir. Arıların sesi. Üzümler. Çok güzel üzümdü, korumaya çalışırım. Gavalı. Bu istot ağacım benim kurumuştu, don vurmuştu. Ama yaxşı ki yaşıllaşdı. Düzdür, hələ çiçək açmayıb. İstot ağacı. Bu da mənim glidiçim. Arılar çox istifadə eləyəmədi bundan. İşte vız-vız arıla doluydu, amma tez külək. Yaman külək oldu, yaman soyuq oldu. Mənim meşəm belə görsənir. Bunlar da mənim qoz ağacım. Melissa. Melissa çiçeği açacak.
Ürək qozum. Ürək fason qoz.